Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti nümayəndəsi Aynısın Vaşinqton bürosunun müxbiri Sevinç Osman qızının Qarabağ danışıqlarına dair sualını cavablandırıb. Nümayəndə Patrick Ventrell dövlət katibi John Kerry'nin Türkiyədə Qarabağ danışıqlarına hansı kontekstdə müzakirə edildiyini açıqlamasa da tərəfləri güc işlətməkdən çəkinməyə çağırıb. You've been patient. Go ahead. Thank you. Tell me your name and who you are. Sevinç Osman Kızı, Azerbaijan NF Television. Okay. On trip to Turkey, Secretary. Türkiyəyə səfəri zamanı dövlət katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə nə deyə bilərsiniz? Sülh danışıqlarına təkan vermək və Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı hər hansı planlar varmı? Mən yalnız onu deyə bilərəm ki, bu məsələnin dövlət katibinin Türkiyə səfəri çərçivəsində hansı kontekstdə müzakirə olunmasını dəqiq bilmirəm. Lakin mən bir daha vurğulamaq istəyirəm ki, Birləşmiş Ştatların Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həll olunması üçün tərəflərlə işləməkdə qərarlıdır. Biz bütün tərəfləri güc işlətməkdən və ya güc işlətməklə hədələməkdən yayınmağa çağırırıq.